Axund və Avropa Hun dövlətləri haqqında danışmışkən onların testlərinə baxaq. 2025-ci il Dövlət İmtahan Mərkəzinin toplu testlərindən birinci testi Qutlug xanın rəhbərliyi altında 7-ci əsrdə başlanmış azadlıq mübarizəsi yönəlib Çinlilərə qarşı D variantı. 2. 5-ci əsrdə Axund dövlətinin qərb qonşusu və əsas rəqibi idi A variantı Sasanilər. 3. 5-ci əsrin 30-cu illərində Axund dövlətini məğlubiyyətə uğratmışdı. Axund dövləti məğlubiyyətə uğratdı Sasaniləri 430-cu ildə Axsuvar xan dövründə. Qərbi Roma İmperiyası və Avropa Hun dövlətinin tarixinə aid ümumi cəhət Cənubi Qafqazın işğal edilməsi. Bu Qərbi Roma İmperiyasında belə bir hadisə yoxdur. Macar tayfalarının hücumu nəticəsində süquta uğramaları, xeyr, bu da yanlışdır. Ərəblərlə mübarizə aparma Qərbi Romada və Avropa Hunda yoxdur. Sasanilərlə müharibə aparmaqları və eyni olmaz, çünki Romada belə bir şey biz görməmişik. Eyni əsrdə süqut etmələri isə hər ikisinə aiddir, çünki Qərbi Roma İmperiyası 476-cı ildə, Avropa Hun dövləti isə 470-ci ildə süquta uğramışdır. 5-ci test Attila ilə Bizans arasında imzalanmış müqaviləyə görə A variantı Bizans dövləti sərhəd zonalarında ticarət etməməli idi. B variantı Bizansdan qaçıb Hun dövlətində gizlənilər Bizansa qaytarılmalı idi. C. Hun dövləti Bizans Sasanilərlə müdafiə etməli idi. Bizans dövləti Hunlara ilk xərac verməli idi. Cavab D variantı olacaq. Burada ticarət məsələsi və xəracdan danışılırdı. 6-cı test. Bizansa ağır şərtli müqavilə imzalatmışdı. Qərbi Roma İmperiyası qoşunları ilə döyüşmüşdü. Göstərilənlər Attillaya aiddir. Deməli, Avropa Hun dövlətinin hökmdarı Attila D variantı. 7. Katalan döyüşündə Romalılarla toqquşmuşdur. Bu da yenə Attila, Avropa Hun dövləti Attila C variantıdır. 8-ci test. Erkən orta əsrlərdə süqut etmiş dövlətlər. Erkən orta əsrlər 4-cü əsrdə, Avropada 5-11, Azərbaycanda 3-11-ci əsrləri əhatə edir. Ona görə cavab Axund və Xəzər olacaq. Axundlar 567-də, Xəzərlər 965-də süqut edib. Eldənizlər, Vilakilər isə orta əsrlərin orta dövründə süqut etmişdir. 9-cu test. Bizansın Hunlara tabi olan xalqları ayağa qaldırmağa çalışmasının nəticəsində A variantı Attila ilk xəracı ödəməkdən imtina etdi. Attila xərac ödəmirdi, yanlışdır. Hunların hakimiyyəti zəiflədi, yanlışdır. Attila Bizans üzərinə yenidən yürüş edir. Cavab C variantıdır. 10. Avropa Hun dövlətinə aid deyil. Burqundiyanın ələ keçirilməsi. A, B variantı Konstantinopolun ələ keçirilməsi. Konstantinopol Avropa Hun dövləti ələ keçirmir, digərləri isə aiddir. Attillaya və Avropa Huna aiddir. Balamir xana aid deyil. 4-cü əsrin 70-ci illərində Qərb Hunlarının başçısı olmuşdur. Doğrudur. Qərbi Roma İmperiyası ilə mübarizə aparmışdır. Balamir xanda biz belə bir şey görmürük. Digərləri isə ona aiddir. Yeni dövlətin əsasını qoyması, Alan tayfalarına qarşı mübarizə və Oskot krallığını məğlub edib fəaliyyətinə son qoyması. 12-ci test. Verilmiş şəxsiyyətlərdən hansına aid xüsusiyyət verilməmişdir? Oskotlara qarşı mübarizə aparmışdır. Bu Balamirdir. B çıxır. Qaliya ərazisinə yürüşlər təşkil etmişdir. Bu Attiladır. A da çıxır. Sasanilərə qarşı Turan taktikasını istifadə etmişdir. Bu Ağsuvardır. D də çıxır. Şimal-qərbi Hindistan isə Mihraquldur. Cavab C variantı. Cabaya aid heç nə verilməyib. 13. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin. Hadisə Katalan döyüşü nəticəsində Roma şəhərinin Hunlar tərəfindən dağıdılması. Bu yanlışdır. Hadisə Ağsuvar xanın Sasaniləri məğlub etməsi nəticəsində Soqdiana Axunlara birləşdirilməsi. Bu da yanlışdır, çünki Soqdiana Ağsuvar birləşdirmir. Hadisə Balamirin yürüşləri nəticəsində Şərqi Roma İmperiyası Hunlardan asılı hala salınması. Bu da yanlışdır. Hadisə Sasani Göytürk İttifaqının yaranması nəticəsində Eftalitlər dövlətinin süqut etməsi. Cavab D variantı, çünki 567-ci ildə Göytürk Sasani İttifaqının yaranması nəticəsində Eftalitlər dövləti süquta uğrayır. 14. Axund dövlətinə aid uyğunluq pozulmuşdur. Çini asılı vəziyyətə salmışdır. Burada elə pozulub, çünki Axundlar Çini asılı vəziyyətə salmayıblar. 15. 434-cü ildə Sasani-Bizans müqaviləsi. Bizans onlara vergi verməli idi. Qərbi Roma İmperiyasına qarşı ittifaq ola bilməz. Müharibə zamanı tərəflər bir-birinin yardımı yoxdur. Bir də cavab orada C variantıdır. Tərəflər arasında ticarət əlaqələri tənzimləndi.
16. 452-ci il Roma üzərinə yürüş etmişdir. 5-ci əsrin 70-ci ilində süqut etmişdir. Söhbət Qərbi Hun dövlətindən və yaxud Avropa Hunundan gedir. Cavab D variantıdır. 17. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. A Hun və Avropa Hununa aid hadisələri mən hər birinə aid olanı deyəcəm. Variantı isə siz taparsınız. Deməli, əsasının Balamir xan tərəfindən qoyulması gedəcək 1-ə A Hun dövlətinə. Bir dəqiqə 2-yə Avropa Hun dövlətinə, Sasanilərlə müharibə aparması isə gedəcək A Hun dövlətinə, B gedəcək 1-ə, xalqların böyük köçü gedəcək ortaya, Göytürklərlə toqquşması gedəcək A Huna, Katalan döyüşünün baş verməsi isə gedəcək Avropa Huna. 18-ci test. A Hun dövləti və Avropa Hun dövlətinə aid hadisələri seçəcəyik. Attila tərəfindən idarə olunması Avropa Hun, Hindistana yürüş etməsi A Hun, sonra xalqların böyük köçü hər ikisinə gedir, A Hun və Avropa Huna, Sasanilər dövlətinin asılı hala salınması gedəcək A Huna, Bizansı ağır şərtlərlə müqaviləyə imzalanmağa məcbur etməsi isə Atillaya və yaxud Qərbi Huna gedəcək. 19. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ağsuvar və Mihraqula aid variantları mən deyəcəm, siz isə bəndi taparsınız. Deməli, Sasanilərin asılı vəziyyətə salınması gedəcək Ağsuvara, idarə etdiyi dövlətin ən qüdrətli dövrünə çevrilməsi gedəcək Mihraqula, 5-ci əsrin 30-cu ilində hakimiyyətə gəlməsi gedəcək Ağsuvara, Şimal-Qərbi Hindistanı tamamilə tabe etməsi gedəcək Mihraqula, Axun dövlətinin idarə etməsi gedəcək ortaya. 20. Axun dövlətinin Avropa Hun dövlətindən fərqli cəhəti. Türk sülaləsi tərəfindən idarə olması ikisinə də aiddir. Çin asılı vəziyyətə salması heç birinə aid deyil. Erkən orta əsrlərdə yaranması isə ikisinə də aiddir. Cavab yox, burada fərqi soruşur. Axun dövlətinin fərqini. Sasanilər dövlətinin asılı vəziyyətə salınması, bəli, bu Axunun Avropa Hunundan fərqlidir. Cavab D-dir. 21. Attila və Alparslana aid oxşar cəhəti göstərək deyir. Deməli, hər ikisi Bizansla mübarizə aparıb, o zaman cavab olacaq A variantı. 22. Axun hökmdarı Ağsuvar və Alban hökmdarı 2-ci Vaçeyə aid oxşar cəhət. Ağsuvar və Alban hökmdarı 2-ci Vaçe Sasanilərə qarşı mübarizəyə görək varmı? Sasani hökmdarı Firuzə qarşı mübarizə aparması yazılıb. Bəli, cavab B düzdür. İkisi də Firuzə qarşı mübarizə aparıblar. 23. Avropa Hun dövlətinin 5-ci əsrin 1-ci yarısından fərqli olaraq 2-ci yarısı tarixinə aiddir. Avropa Hunun 1-ci yarısında Attila tərəfindən idarə edilməsi. Attila 434-dən başlayır oranı idarə etməyə. Bu fərq deyil. Bizans imperiyasının üzərinə yürüş etməsi də 434-də var. Ona görə bu da fərq deyil. Sasani dövlətinin asılı hala salması, Avropa Hun Sasanini asılı hala salmayıb. Bizans imperiyası ticarət müqaviləsi yox. Cavab Y variantı olacaq. Qərbi Roma imperiyasına qarşı mübarizə 451-dən başlayır. Bu da 5-ci əsrin 2-ci yarısında olmuşdu. Demək, Axun dövlətinin Avropa Hun dövlətindən fərqli cəhəti deyil. Xalqların böyük köçündə yaranıb, bu fərq deyil də, elə bu oxşarlıqdır. Cavab A-dır.